Hörmətli izləyicilər, salam. Sizi bir dənə gözəl bir bağdan salamlayıram. Gördüyünüz kimi. Elə bil hansısa bir rayonda istirahət edirsən. Belə bir 9 sotda paket kupçalı. Qapısına kimi asfalt. 187 nömrəli məktəbdən 800, maksimum 900 metr aralıda qapısına kimi asfalt. Belə bir gözəl həyətimiz satışa çıxıb. Gördüyünüz kimi hal-hazırda həyətindəyik. Həyətində gözəl güllər əkilib, ağaclar, meyvə ağacları, üzüm tənəkləri. Bax belə bir burada əldamsı da var, tövləsi. Yəni toyuq cücə saxlamaq üçün nəzərdə tutulub. Gördüyünüz kimi hal-hazırda bax belə bir gözəl ərazisi var. Yəni yenə də ağac əkmək üçün gördüyünüz kimi boş sahəsi çoxdur. Gözəl güllər həyətində. Gördüyünüz kimi üzüm tənəkləri həyətində, manqalınızı, belə bir basen. Burada manqalını, belə bir gözəl manqalınızı var. Evimizin qarşısıdır bura. Evimiz şəxsi tikili evdir. İndi inşallah evin içərisində sizlərə göstərəcəm. Şəxsi tikili, gözəl tikili evdir, keyfiyyətli. Burada isə əldamısı var. Yəni artıq əşyalarınızı yığmaq üçün, banka, balon, belə bir şeylər yığmaq üçün yeri var. Gördüyünüz kimi. İndi keçid edə evin içərisini sizlərə göstərim, hörmətli izləyicilər. Bu evimizin qarşısıdır. Hörmətli izləyicilər, həyətinə rahatlıqla 3, 4, 5 maşın, yəni rahatlıqla daxil olur. Həyətində gördüyünüz kimi əlavə sanitar qovşağı var. Böyük 8 ton, 1 ton belə bir su səndə var. Yenə dediyim kimi qapısına kimi asfalt, bütün həyət kamera sistemindədir. Keçid edə evin içərisini sizlərə göstərim. Evimiz yerdən kürsülüdür. Buradan evimizə daxil olarkən belə bir koridoru, foyesi. Yəni evdə bəzi işlər qalıb. Yəni inşallah onu da alan adam özü təmir edər. Yəni çox iş qalmayıb bu evdə. Gördüyünüz kimi sağ tərəfdə yerləşir belə bir gözəl mətbəx. Geniş mətbəx, böyük mətbəx. Burada yerləşir belə bir gözəl qonaq otağı. Evimizin ara kəsmələri də qoşadaşdır. Bura qonaq otağıdır, hörmətli izləyicilər. Burada isə belə bir böyük yataq otağı. Aşağı mərtəbəsində 2 otaq, 1 mətbəxdir. Belə bir böyük foye. Yuxarı mərtəbəsində isə, yuxarı mərtəbə deyəndə manslarında isə 3 yataq otağıdır, 1 böyük foye, yəni qonaq otağı. İndi inşallah keçid edəcəyik 2-ci mərtəbəsinə. Burada belə bir sanitar qovşaq. Yəni bu evdə azca işlər qalıb, yəni. Çox da iş qalmıyor. Aboyuna bəzi kosmetik işləri görülsə, yəni tam gözəl evdir. Keçid edək, mansarını sizlərə göstərim, hörmətli izləyicilər. Gördüyünüz kimi, bura qalxanda mansarını belə bir gözəl foyedir, yəni qonaq otağı kimi nəzərdə tutulub. Sol tərəfdə sanitar qovşaqdır. Gördüyünüz kimi, mansarında olan. Burada isə 3 yataq otağıdır, hörmətli izləyicilər. Burada solda yerləşir 1-ci yataq otağı. Burada isə 2-ci yataq otağı. Burada isə 3-cü yataq otağı. Aşağı yuxarı mərtəbəsində hamısının, yəni kombi xətləri çəkilib gördüyünüz kimi var. Qiymət isə 130.000 manata 9 sotda paket kupça, evin də torpağın da çıxarışı. Yəni çox gözəl qiymətdir həqiqətən. Bu yerinə görə, evə görə çox gözəl qiymətdir. İnşallah real alıcıya da oradan endirim olacaq. Əlaqə nömrələrimiz səhifədə qeyd olunub. Əlaqə saxlaya bilərsiniz. Bu ev kimə maraqlıdırsa.